Salam, axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. Mən Səadət Məhərrəmova. Ə, Əvvəlcədən də Pərvanə xanımın məlumat verdiyi kimi, bugün biz sizinlə görüşümüzdə Notebook LMM haqqında danışacağıq. Ümid edirəm ki, hər kəs təlimə qoşulmamışdan öncə təlim haqqında, yəni məlumatlıdır, təlimin adı və proses haqqında. Pərvanə xanıma öz adımdan, burada qoşulan hər kəs adından dərin təşəkkürümü bildirirəm ki, çox sağ olsun ki, yəni bu görüşün ərsəyə gəlməsində bizə vasitəçi oldu. Həqiqətən də yəni çox böyük ürəyə sahib bir insandır. Ürəkdən təşəkkür eləyirəm, həm sizin vasitənizlə, həm sizin adınızdan, həm də öz adımdan. İndi Pərvanə xanım hal-hazırda bilmirəm, burdadır ya yox. Əgər burdadırsa, biz Pərvanə xanımı da eşitmək istəyərik. Pərvanə xanım, burdasınız. Google Meet, Zoom, harda hansı nasılsa sizi ya indi eşidək, ya da ən sonda fikirlərinizi alaq. Belə. Zoom'dan mikrofonları açıq qoydum. Google Meet üzərindən mikrofonlar bağlıdır. Əgər kiminsə sualı olarsa, biz yəni ən sonda sizin suallarınıza cavab verməyə çalışacağıq inşallah. Bugünkü görüşümüzün adı Notebook LMM-dir. Yəni müəllimlərin işini asanlaşdırmaq üçün nəzərdə tutulubdur. Biz təlim təşkil eləyəndə o dəqiqə suallar verirlər ki, bu sadəcə informatika müəllimləri üçündürmü? Xeyr, bu sadəcə informatika müəllimi üçün deyil. Bütün ixtisasdan olan müəllimlər üçün yararlı, faydalı, yəni təlimdir. Hər kəsə, hər bir fənnin, yəni müəlliminə lazım olacaq bir təlimdir. Ümumiyyətlə, Notebook LMM Google tərəfindən hazırlanmış süni intellekt əsaslı tədqiqat və qeydlər köməkçisidir. Notebook LMM-in əsas funksiyası ondan ibarətdir ki, PDF hazırlayır, ondan sonra infoqrafiya hazırlayır, o sual kartları hazırlayır, quiz hazırlayır, slayd hazırlayır, dərsin video izahını hazırlayır, dərsin səsli izahını hazırlayır. Yəni bir müəllimə lazım olacaq hər şeyi Notebook LMM bizə yəni 3-4 dəqiqə ərzində hazırlayıb çatdırır. Təbii ki, süni zəka alətlərinin həm ödənişli, həm ödənişsiz versiyası var. Notebook LMM hələlik, yəni bizə demək olar ki, bütün proseslərini ödənişsiz şəkildə hazırlayır, amma gün ərzində limitli şəkildə hazırlayır. Ödənişli versiyada da təbii ki, yəni limitlər var. Yəni ödənişli versiya, elə bilərsiniz ki, məsələn ödənişli versiyada limit yoxdur, ödənişli versiyada da limit var. Yəni bizə lazım olacaq hər şeyi çatdırmaq üçün ödənişsiz versiya tamamilə kifayətdir. Bəs biz Notebook LMM-ə necə qoşuluruq, necə qatılırıq? Deməli, baxın, biz daxil oluruq, məsələn, Google-a, fərqi yoxdur. Hər birinizin kompüterində və yaxud da telefonunda Google var. Bunu, yəni, telefon ilə də, kompüter ilə də etmək mümkündür. Yaxşı olar ki, yəni, biz onu kompüter ilə etsək daha yaxşı olar. Kompüterimizə daxil olandan sonra, baxın, ünvan sətrində yazırıq Notebook LMM. Baxın, özü də avtomatik gəlir. Notebook LM. Belə yazırsınız. Axtarışda ilk gələn hissə Google Notebook LMM, yəni iResearch-ə daxil oluruq. Bura daxil olan kimi, əgər sizin qeydiyyatınız yoxdursa, təbii ki, o dəqiqə bizdən qeydiyyat tələb edəcək. Try Notebook-a, yəni Notebook LMM üzərində işləmək üçün cəhdə vururuq. Qarşımızda belə bir hissə açılır. İndi biz qeydiyyatdan keçmişik deyənə avtomatik, yəni burada belə bir açıldı. Amma siz qeydiyyatdan keçməmisinizsə, gəlin başqa bir platforma, başqa bir Google üzərindən qeydiyyatdan keçməyi də aktivləşdirək. Yenə də Notebook LMM vurduq. Qarşımızda açılan, yəni Notebook LMM Google gəlir. Çünki Google-un məhsuludur və Try Notebook-a vururuq. İndi inşallah ki, burada mənim qeydiyyatım yoxdur. Hə, burada da qeydiyyatımız yoxdur, amma avtomatik Google versiyası olduğuna görə, yəni gəlir ki, yəni
qeydiyyatı tamamlayırıq. Notebook elemimə xoş gəlmisiniz. Vurduq, yəni okey vurduq. Baxın, qarşımızda ilk dəfə bu formada açılır. Yəni standart halda hələ heç nə eləməmisinizsə, qarşımızda bu formada açılacaq. Gəlin burada biz sizinlə ilk öncə nələrlə tanış olaq. Baxın, burada ayarlar hissəsi var. İndi kimin Google platforması hansı dildədirsə, buradakı əməliyyatlar da həmin dildə açılır. Məndə Azərbaycan dilində olduğuna görə Azərbaycan dilində açılır. Kimsə dilini dəyişdirmək istəyirsə, ayarlar hissəsinə daxil olub, nəticə dilini Azərbaycan dili seçə bilər. Yəni, bizə təqdim elədiyi slaydın dili, infoqrafiyanın dili, kartların dili hamısı olsun Azərbaycan dilində. Yəni Azərbaycan dilini seçmişəm, Azərbaycan dili seçirsiniz. Başqa buradan, yəni bizə indi kiməsə əgər rus dili lazımdırsa rus dili seçir, ingilis dili lazımdırsa ingilis dili seçir. Yəni dil seçimində tamamilə sərbəstsiniz. Mən Azərbaycan dili üzərindən izah eləyəcəm. Ən yaxşı bildiyim dil budur deyənə. İndi burada bura qədər gəlib çatmışıqsa, bundan sonraki problem nədən ibarətdir? Bizim öz dərsliyimizi hansı vəsaitin üzərində biz audio icmal, video icmal, zehn xəritəsi, hesabatlar, öyrədici kartlar hazırlamaq istəyiriksə, ona başlamalıyıq. Məsələn, tutalım ki, siz bir ingilis dili müəllimisiniz, bir fizika müəllimisiniz, kimya müəllimisiniz. Həmin o kitabın ya hansısa dərsliyin, yəni bir bölməsi və yaxud da ki, bir dərsinə, bir mövzusuna aid bu dediklərimizi hazırlaya bilərsiniz. Onlar sizin kompüterinizdə təbii ki olmalıdır. Ümumiyyətlə ilk öncə PDF-i necə yüklüyürük onu qeyd edeyim. Gəlirik buradan, yenə də Google-da növbəti bir pəncərə açıram. Sizə lazım olan kitabın PDF-ini yükləmək istəyirsiniz. Məsələn, mən yazıram kimya, tutalım ki 8-ci sinif və burada baxın kimya 8-ci sinif yazan kimi aşağıda 8-ci sinifin baxın dərsliyi gəldi. Edu.az saytına daxil oluruq və burada PDF-i asanlıqla, yəni bizim öz dərsliyimizin, öz kitabımızın baxın PDF-ini asanlıqla yükləməyə icazə verir. PDF açılır. Burada ixtiyari hər kəs öz fənninə aid PDF-i asanlıqla yükləyə bilər. Yükləmə hissəsinə vururam. Baxın, download yükləmə hissəsinə vururam və bunun kompüterimin desktopuna yüklənməsini tələb edirəm. Save-ə vurdum. Avtomatik baxın, bura yükləndiyini görə bilərsiniz. Növbəti bir hissədə siz diqqət eləsəniz, bu kitab bizim kompüterimizə tam bir kitab halında düşdü. Biz təbii ki bir kitabı verib, bir kitaba slayd hazırla desək, bu heç birimiz üçün əlverişli olmayacaq. Ona görə də bizə lazımdır ki, ya bir dərs hissəsinə, məsələn, burada bölmə 1-in atomun elektron örtüyü, ya bu dərs hissəsinə aid bir material hazırlayaq, ya da bölməyə aid. İndi dərsliyə aid hazırlamaq əslində daha məqsədə uyğundur. Bəs bu dərslikdəki PDF-i hissələrə necə bölək? Onu da hissələrə bölmək üçün Small PDF proqramı var. Small PDF, burada yazıram adını, small-pdf.com. Bu hissəyə daxil olursunuz. İndi burada da ödənişli və ödənişsiz versiya var. İlk dəfə ödənişsiz istifadəyə icazə verir. Burada upload hissəsindən həmin o kitabı, yəni hansı kitabı idisə, həmin kitabı yüklüyürük. Məndə kimya kitabı idi. Kimya kitabını yüklədik bu hissəyə. Baxın, ay sağ olun. Kitab bu hissəyə yüklənir. Bir neçə saniyə gözləyirik, yəni yüklənməsi üçün. Kitab bu hissəyə yükləndikdən sonra biz kitabda müəyyən kəsilmələr etmək istəyirik. Yəni PDF-i bölmək istəyirik. PDF-i bölmək üçün əslində gəldik kompres hissəsinə. Burada artıq bizim üçün PDF-i ayırmaq, bölmək hissələrimiz var. Bircə dəqiqə. PDF-i baxın, burada gəldik. Convert hissəsi yox, Organize hissəsindən Merge hissəsi var. Bir də Split hissəsi var. Merge PDF-ləri birləşdirmək
birləşdirmək üçün istifadə olunur. Split isə kəsmək üçün. Split-ə klik eləyirik və select faylə vururuq. Yenidən həmin PDF-i yüklüyürük bu hissəyə və PDF bu hissəyə yüklənəndə artıq siz baxın burada bütün o kitabın vərəqlərini görmüş olursunuz. Eyni zamanda istəsəniz Ctrl plus ilə biraz da böyüdərək daha yaxından, yəni dərs 1-i, dərs 2-ni asanlıqla seçə bilərsiniz. Məsələn, biz hal-hazırda dərs 1-i ayırmaq istəyirik. Dərs 1 hissəsi olacaq deməli, baxın, dərs 1 hissəsi buradadır, hansı ki bizim bu hissəmizdə budur. Bircə dəqiqə, gəlin Split üçün seçim edək, hansı ki PDF-lərimizdən bircə dəqiqə, deməli buradan. Aha, baxın, seçdim, buradan üzərinə seçim işarəsi gəldi. Bu hissəni seçdim, sonra bunu seçdim, çünki dərs 1-ə aiddir. Və bircə dəqiqə bunu seçdik, gəldik bu bölməni, bir də bunu seçdik. Digəri artıq, yəni dərs 1-ə aid olan hissəni seçirsiniz. Dərs 1-ə aid olan hissə bu hissəyə qədərdir. Artıq mən buradan separated PDF eləyirəm. Yəni bu 5 dənə seçdiyim şəkli, baxın 1-i, burada 2-ni, 3-ü, 4-ü və 5-ci şəkli PDF formasına salmaq istəyirəm. Çünki o dərsin birinci dərsə aid idi. Və salam, yəni beləliklə siz kitabdan hər hansısa mövzuları ayrı-ayrılıqda PDF edə bilərsiniz. Yəni bölmələri ayrı-ayrılıqda edə bilərsiniz. İndi onu hazırlayır. Create dokument yazır. Bir neçə saniyə təbii ki gözləmək lazımdır. Ondan sonra asanlıqla yüklənilməsinə icazə verilir. İndi biz onun yüklənilməsini bir neçə saniyə gözləyək. Small PDF-ə daxil olanda bir daha qeyd edirəm. Organize hissəsindən Split-i seçməyiniz kifayətdir. Yəni bu PDF-dən bölmə, dərs, mövzu ayırmağa icazə vermək üçün nəzərdə tutulmuş bir hissədir. Aha. Bu hissəmiz, yəni bunu sizə sırf ona görə göstərdim ki, PDF-dən dərsləri ayırdıq. İndi mən öz small PDF-imə keçid edirəm. Yəni təbii ki, əvvəlcədən də istifadə elədiyimi, daha sonra bura gələcəm, çünki zaman itkisi etməyək. Gəldik notebook elemimə. İndi təbii ki, yeni notebook element yaradına vuranda bizim qarşımızdakı, baxın, bu belə bir platformaydı, elə o hissədə də. İndi gəldik buradan, deməli, mən printeri çap edən yerdən PDF kimi saxladan istifadə edirəm. Okey, ola bilər, müxtəlif formalarda çevirmək mümkündür. Baxın, indi gəldik bu hissəyə. Bu hissədən yoldaşlar, indi biz artıq PDF barədə məsələlərimizi həll elədik ki, faylı necə yüklüyürük. İndi gəlirik, həmin o yüklədiyimiz PDF-ləri, yəni bölmə ayırdıq PDF-lərimizi elementə daxil etməyə çalışırıq. Bunun üçün baxın, burada mənbələr əlavə edin var. Mənbələr əlavə edin. Kimdəsə başqa dildədirsə, problem yoxdur. Plus işarəsi, yəni bizə onu göstərir. Mənbələr əlavə edinə vuranda bunun özəllikləri o qədər gözəldir ki, siz təkcə burada PDF üzərindən nə isə hazırlaya yox. Hər hansısa bir yerdən kopyalayıb da bura köçürdə bilərsiniz. Google Drive-ınızda olan kitabı da əlavə edə bilərsiniz. İnternet üzərində hər hansısa bir video izahdan, YouTube linki və yaxud da ki, başqa yəni izah linklərindən də material hazırlaya bilərsiniz və mənim sizə qeyd elədiyim faylları yükləyin də edə bilərsiniz. Və yaxud da sürətli araşdırma, yəni mövzu haqqında elə çox anlayışınız yoxdur, sürətli araşdırma, yəni internetdən, Wikipedia üzərindəki məlumat üzərində də bu işlərinizi asanlıqla görə bilərsiniz. Mən faylları yükləyinə vururam və faylları yükləyinə vurduqda, mən indi burada D diskində bir neçə dənə özümün, yəni informatika müəllimi olduğuma görə bir neçə dənə özümün faylım var, onları əlavə edəcəm. Məsələn, elektron təqdimat dərsi informatika 8-ci sinif. Bunu seçirəm, fərqi yoxdur, hansı PDF-i istəsəniz, yəni özünüzdən seçə bilərsiniz. Yenə də qeyd eləyirəm, fən, bölmə, dərslik fərqi yoxdur. Nə vermişsinizsə onu hazırlayacaq. Mən bunu seçirəm və Open-a vururam. Bir neçə saniyə gözləyirik, yəni bura yüklənir. Onu da qeyd edeyim ki, təkcə bir PDF yox, bir neçə dənə, yəni 7-8 dənə PDF də yükləyə bilərsiniz, 10-15 dənə də PDF yükləyə bilərsiniz.
Free versiyada 50 PDF yükləyib, yəni 50 dənə mənbə yükləyib, həmin mənbələrin üzərində müəyyən çıxarışlar, müəyyən əməliyyatlar aparmağınıza icazə verir. Amma Pro versiyada eyni anda 300 mənbənin üzərində əməliyyat aparmağa icazə verir. Bura yüklənəndə, baxın, adı bura Untitled Notebook yazılır. Biz də niyə görə sonra elə onu axtara-axtara duraq ki, elə PDF-in adını kopyalayırsınız, yəni işarələyirsiniz, sağ düymə kopyalayırsınız və burada Untitled yazıldığı hissəni silirik, veririk PDF-in özünün adını ki, daha sonra mən axtaranda ki, elektron təqdimat, informatika, yəni o haqqında məlumatları elə birbaşa tapım da, yəni adsız olmasın. Səliqəli yazım daha yaxşıdır. PDF bura yüklənəndən sonra biz burada artıq baxın bu true işarəsini görürük və həmin o mənbəyin içərisində qısa bizə bir neçə dənə informasiya da burada təqdim edir. Hətta bu dərsliyin içərisində hansı suallar var? Məsələn, baxın, effektli təqdimat hazırlamaq üçün əsas addımlar hansılardır? Siz bunun üzərinə vursanız, hətta yəni buna sizə bu yüklədiyiniz PDF-dən məlumat da tapıb, yəni əks eləyəcək. Yəni həmin onun izahını da sizə o dəqiqə özü oradan yəni verir ki, yəni nə olacaq və hətta PDF-də onların, yəni PDF-də olduğu yerləri də bizə göstərir ki, onlar hardadır. Fəaliyyət bölmələrinin içərisində baxın onlar qeyd olunubdur. Yəni istinadı nədən verirsə onu qeyd edir. Özündən bura heç nə əlavə etmir. Daha sonra gəldik sağ tərəfə. Burada baxın, sağ tərəfə keçməmişdən öncə burada konfiqurasiya ikonu var. Konfiqurasiya ikonunun üzərinə daxil olduqda bu bizim öyrənmə bələdçimizdir. Bəzən universitet uşaqlarından çox eşidirik ki, deyir ki, müəllim mənə imtahana hazırlaşmaq üçün 7-8 dənə kitab veribdir və o bilmir ki, hansı kitabdan oxusun, hansı məlumatı hardan əlavə eləsin. Bax, sırf onlar üçün həmin o kitabların PDF-lərini yükləyir. Burada öyrənmə bələdçisi var və yaxud da fərdi özünə uyğun, yəni hər hansısa bir doktorantura təhsili, magistratura təhsili, yəni hansı yaş kateqoriyasına aiddirsə onu da qeyd eləyə bilər. Mən öyrənmə bələdçisi seçəcəm. Deyirəm ki, öyrənmə bələdçisi üçün mən sənə sual verəndə suala daha uzun cavab ver, daha qısa cavab ver və yaxud da ki default, yəni sualın cavabına uyğun olaraq qısadırsa qısa, uzundursa uzun cavab ver. İndi daha qısa seçirəm və yadda saxlayını vururuq və artıq burada öyrənmə bələdçisi bizə bu mövzunu öyrənmək üçün artıq suallar təqdim eləyəcək, həmin sualların cavablarını təqdim eləyəcək və onların PDF-dəki, yəni yerlərini bizə göstərmiş olacaq. Yəni bir şagirdin və yaxud da ki bir tələbənin mi deyim, öyrənməsi üçün ən rahat prosesi qarşımızda canlandırır. Növbəti sağ tərəf studiya hissəsi, hansı ki ən çox sevilən hissə. Bir də onu qeyd edeyim ki, yəni notebook eleməm elədi ki, insanda bir alüdəçilik yaradır. Mən bunu təzə öyrənməyə başlayanda demək olar ki, günümün 4-5 saatı bunun qarşısında keçirdi ki, görəsən bu mövzunun slaydını necə hazırlayar, bu mövzunun tutalım ki, o infoqrafikasını necə hazırlayar. Yəni elə bilirəm ki, sizdə də yəni elə olacaq, sizdə də yəni o formada olacaq. Hətta belə deyək də vərdiş halını çox belə deyək də özündən çox asılı vəziyyətə salır. Və mən hətta deyərdim ki, siz bu bilgilərinizi bir öz bütün informatika, bütün biologiya, kimya kitablarının slaydlarını hazırlaya bilərsiniz. Yəni öz işinizi birbaşa hazır vəziyyətdə saxlaya bilərsiniz ki, dərsə girirsən, hər şeyin hazırdır. Heç nədən bir narahatçılığın yoxdur. Niyə biz məsələn yoxlama gələndə həyəcan keçirdirik və s. Yəni nələrimizsə olmadığına görə, amma artıq bunu hazır şəkildə qoyanda sizin heç bir probleminiz olmayacaq. Sağ tərəfə keçid alıram. Birinci onu qeyd edeyim ki, buradakı fayllar görürsüz, audio icmal, video icmal, zehin xəritəsi, hesabatlar, öyrədici kartlar. Burada quiz deməkdir. Quiz tərcümədə quiz düşür. Quiz yəni test hazırlayacaq. Onlayn sınaq kimi hazırlayır. İnfoqrafika, yəni verdiyimiz PDF-ə uyğun olaraq şəkilli infoqrafika hazırlayır, slayd hazırlayır, bir də data cədvəli hazırlayır. Yəni məlumatı cədvəlləşdirir. Yəni verdiyimiz PDF-i cədvələ çevirir.
hər birinə dənə-dənə baxacağıq. Deməli, burada nə demək istəyirəm? Hansın ki, yanında belə bir qələm varsa, bu o deməkdir ki, sən bunu daha da, yəni özünün seçimlərini verə bilərsən. Standart seçimdən azadsan, öz seçimlərini verə bilərsən. Mən indi burada öz seçimlərimi verirəm. Burada baxın, mənə deyir ki, ətraflı təhlil eləsin, yoxsa yəni sadəcə əsas fikirlərə toxunsun, yoxsa materialımızı təkmilləşdirmək üçün əlavə bilgilərdən istifadə eləsin, yoxsa yəni iki şəxs arasında bu mövzunun mübadiləsi kimi təqdim eləsin. Yəni sizə hansı xoşdursa, onu seçə bilərsiniz. Təbii ki, yəni hansı lazımdırsa işinizə uyğun bilirsiniz. Mən deyirəm ki, yəni əlavə ekspert fikirləri də təqdim eləsin. Burada müddət default və qısa yazılıbdır. Qısa seçəndə müddəti az verir. Default seçəndə isə mövzunun izahına tam uyğun olaraq rejimdə verir. Əgər əlavə fikirləriniz varsa, o zaman onu burada yaza bilərsiniz ki, yəni hansı mövzunun izah hissəsinə daha çox toxunsun, hansı hissəni daha çox səsləndirsin. Yəni o hissələri artıq burada əlyazma qeyd edə bilərsiniz. Və yaradına vurduqda aşağıda artıq biz audio icmal yaradılır hissəsini görə bilərik. Növbəti video icmal var. Video icmalda da yenə də görürsünüz ki, bizim redaktəmizə icazə verir. Mən burada yenə də baxın izah videosu bizim təqdim elədiyimiz, bir də var əlavə, yəni əsas fikirləri başa düşməyə kömək edən qısa icmal hazırlamaq. Yenə dil seçimi məndə standart Azərbaycan dili göstərir. Hansını istəsəniz onu seçə bilərsiniz. Burada vizual üslub üçün, yəni vizual görüntülər üçün formatı da seçə bilərsiniz. Yəni hansını istəsəniz onu seçə bilərsiniz. Yaradına vururuq və artıq onun da yaradıldığını görürük. Amma zehin xəritəsində, yəni bu bizə əlavə heç nə vermir. Zehin xəritəsi nə deməkdir? Hazırlayanda da göstərəcəm. Zehin xəritəsi, yəni bu PDF-də biz nələri öyrənəcəyik? Ağacvari struktur deyək də, yəni iyerarxik görünüşü bizə təqdim eləyəcək, budaqlanma göstərəcək. Hazırlansın, indi göstərərik. Hesabatlar hissəsini mən çox istifadə etmirəm. Yəni öyrənmə bələdçisi kimi, briefing sənədi kimi istifadə edə bilərsiniz. Mövzunun əsasını təşkil edəcək. Öyrədici kartlar. Bəzən biz şagirdə sual-cavab eləmək istəyirik. Mövzuya uyğun biz hansı sualı verək deyənə qalırıq belə. Onda burada öyrədici kartlardan istifadə edə bilərsiniz. Çox gözəldir, uşaqlar da çox sevirlər. Burada var, məsələn, sualın çətinlik səviyyəsi. Çətin də qoya bilərsiniz, asan da qoya da bilərsiniz, ortada. Məsələn, deyirik ki, şagirdlərin hər birinə eyni səviyyədə sual vermək olmaz. Yəni onların fərqləndirməliyik də. Ona görə də burada da hansı səviyyəni istəsəniz seçə bilərsiniz. Mən çətin seçdim. Sual sayı daha çox seçdim. Əlavə fikirlərim varsa burada qeyd eləyə bilərsən ki, yəni əlavə fikirləri özünüz yarada bilərsiniz. Gəldik quiz hissəsinə. Quiz hissəsində yenə də test hazırlayacaq, cavab variantlı. Öyrədici kartlardakı nəzəri sualdır. Sən nəzəri sual səslənir, onu cavablandırmalıdır. Amma quiz hissəsində adi test variantlı olacaq. Məsələn, daha çox seçirsən, çətin seçirsən və s. Yenə də orta da seçə bilərsən, asan da seçə bilərsən. Gəlin bu dəfə orta seçək və yaradına vurduq, yaradacaq. İnfoqrafika hissəsində bu PDF yazılardan ibarətdir. Biz deyirik ki, bu PDF-dəki məlumatları bizə infoqrafika, görüntü kimi əks elətdir. Çünki bugünkü dərslərimizdə vizuallıq artıq yəni maksimum bir dönəm alıb. Biz vizual görüntülərdən istifadə eləməliyik ki, dərsimiz daha effektiv olsun. Və vizual görüntüdə də yenə də qələm işarəsi var. Burada vizual görüntü standart halda albom formasında təqdim eləyir. Siz onu portret və yaxud da kvadrat seçə bilərsiniz. İstəyə görə dəyişir. Kvadrat seçirəm. Məlumatın səviyyəsi. Burada standart yazır. Standart olanda bəzən bəzi yerləri yeyir, amma ətraflıda yemir.
Burada mətn hissəsində biz bir neçə dəfə paylaşmışdıq iş vərəqləri. Siz burada yaza bilərsiniz ki, mən yəni məlumat istəmirəm, öyrədici bir informasiya istəmirəm. Mənə bu mövzuya uyğun olaraq iş vərəqi təqdim elə, sual hazırla, test təqdim elə, oyun təqdim elə, PBL öyrədici oyunu təqdim elə və s. nə istəsəniz yaza bilərsiniz. Burada iş vərəqinin hazırlanması hissəsi sırf buradan da ola bilər. Yaradına vururuq, yaradır. Slayd dəsti yenə də slaydın hazırlanmasıdır. Slaydın hazırlanmasında detallı var, bir də təqdimatçı slaydlar var. Burada qısa və default var. Default olanda tam mövzunu əhatə edəcək qədər hazırlayır. Dili yenə də seçə bilərsiniz. Azərbaycan bölməsi, Rus bölməsi, İngilis hansını istəsəniz seçə bilərsiniz. Data cədvəli də ki, məlumatı cədvəlləşdirir. Yəni bizim dərsimizi cədvəlləşdirəcək. Vurduq və data cədvəlində yenə də burada seçə bilərsiniz ki, neçə sətr olsun, neçə sütur olsun, başlıq, müəllif adlarını qeyd edə bilərsiniz. Əlavə heç nə seçmir. Hamısını aktiv elədim. Bəzən burada belə deyək də kimsə ilk dəfə açanda deyir ki, məndə məsələn infografika aktiv deyil. Yanındakı qələmə vurun, o dəqiqə aktivləşəcək. Yəni geri dönüşlər adətən belə olur, amma qələm işarəsinə vurub onu fərdiləşdirə bilərsiniz. İndi burada biz baxın verdiyimiz parametrlərin hər birinə uyğun olan məlumatlar hazırlanır. Gəlin hazır olanlara baxaq. Hansılar ki belə fırlanırsa, deməli onlar hələ hazırlanır. Biraz slayd gec hazırlanır, video gec hazırlanır, audio icmal biraz gec hazırlanır, çünki müəyyən müddət alır, amma hansılar ki basitdir, onları cəld hazırlayır. Gəlin baxaq, zehin xəritəsi. Baxın, bu elektron təqdimatların hazırlanmasında zehin xəritəsi nədir? Baxın, zehin xəritəsi budur. Belə açılır. Siz bunu tam ekranda, yəni istifadə edib göstərə bilərsiniz. Eyni zamanda yükləyə də bilərsiniz. Deyir ki, bax bu mövzu elektron təqdimat informatika 8-ci sinifdir. Mövzu budaqlanır slayd keçidləri, yəni slide transition. Hətta bunun içinə daxil olan bizə baxın keçid effektlərini göstərir. Sürət tənzimlənməsi var, səsin əlavə edilməsi var, slaydın dəyişdirilməsi var və hamısını tətbiq etmək əmrləri var. İndi informatika müəllimləri bilirlər, yəni dərsliyin içində olanları göstərir. Animasiya effektlərinə aid olan budaqlanmada göstərir. Baxın, animasiya effektlərində nələr varsa onları göstərir. Elə bil ki, dərsin qısa bir özetidir də. Biz şagirdi bunu açıb şagirdi deyə bilərik ki, hərəkət yolları necə olur və s. Multimedia faylları haqqında səsin formatları burada bizə göstərir. Yəni çalışır ki, kitabda nə varsa onları versin, video formatlar. Təqdimatın məzmunu haqqında yəni göstərir. Eyni zamanda görünüş və dizayn. Yəni PDF-də nə varsa onları göstərir. Yəni bax bu olacaq bizim dərsin ağacvari, yəni strukturu. Bunu biz indi kiçildə də baxın bax burada minus işarəsinə vuraraq, yəni bir ekrana sığışacaq qədər kiçildib də yükləyə bilərsiniz və yaxud da böyüdüb şagirdə hissə-hissədə göstərə bilərsiniz. Tamamilə yığmaq istəyirsinizsə, yəni açdığınız budaqların üzərinə vuraraq, yəni onun yığılmasını görə bilərik. Yəni həm yığılmasını, həm də açılması mərhələsini görmək mümkündür. Aha, bu belə böyük ekranda göstərdik və vurduq. Yenidən studiya hissəsinə qayıdıram. Hazır olan animasiya və multimedia bu infografikadandır. Üzərinə vururam və infografika, yəni hansı ki məzmunun şəkil formatı, yəni PDF-in şəkilli formatını bizə göstərir. Burada indi biz yenə böyük ekran vurub onu, yəni böyük ekranda da göstərə bilərik. Və yaxud da ki, siz bu məlumatı endirə də bilərsiniz. Yəni kompüterinizə, telefonunuza yükləyə də bilərsiniz. Və yüklənmə mərhələsindən sonra da yəni yenə də onu açıb baxa bilərsiniz. Üzərində müəyyən dəyişikliklər etmək üçün gərək hansısa qrafika proqramlarına yükləyəsiniz. Baxın, yəni bu vəziyyətdə biz onu görə bilərik ki, dərsin
adını yazıbdı və ona aid bizə yəni qrafik görüntülər təqdim edibdir. Yəni bacardığı qədər edibdir. Əgər bu format sizi qane etmirsə, bu problem deyil. Siz onda yenidən gəlirsiniz. Baxın, bax bu infografika hissəsinə. Burada deyirsiniz ki, bu dəfə kvadrat olsun, ətraflı olsun. Yazırsan ki, məsələn, tutalım ki, 10-12 yaşlı şagirdin 10-12 yaşlı şagirdlər üçün hazırla. Yəni yaşı da nəzərə almasını tələb edirsiniz. Onda artıq onu hazırlayacaq. Yəni sizə təqdim elədiyi biri xoşunuza gəlmirsə, yenidən onun başqa formada hazırlanmasını tələb edə bilərsiniz. Sonra burada elektron təqdimat, yəni data table forması hazırdır. Yəni baxın bax burada bizə mövzunu cədvəl formasında təqdim eləyibdir ki, yəni kateqoriya keçid, animasiya, multimedia faylları və s. Yəni elə bil ki, mövzunu qısalaşdırıbdır. Mövzu haqqında təsvir formasını bu dəfə cədvəl formasında təqdim eləyibdir. Bu da maraqlı formatlardan biri idi. Sonra burada var bizim hansı ki öyrədici kartlarımız, PowerPoint testi yazılıb. Bu olacaq öyrədici kartlarımız. Vurduq üzərinə. Öyrədici kartlarımı, daha doğrusu bu test idi, bəli, kvizdir. Baxın, 26 dənə kviz açıbdır. Bunu böyük ekran, yəni genişləndirə bilərik. Və baxın, buradan bizə sualı verir. Sualın cavabını tutalım, seçirsən. Əgər cavab doğrudursa, doğrudur yazılır. Əgər cavabı təqribən, yəni o atmısansa, tutubdursa, izah edin hissəsinə vurub onun izahını da tələb edə bilərsiniz. Növbəti suala keçid edə bilərsiniz. Məsələn, seçmişəm bunu. İndi bizim seçdiklərimiz doğru olur. Bircə dəqiqə, məsələn, tutalım, seçdim bunu. Baxın, artıq burada yanlış cavab seçdim. Mənə doğru cavabı göstərir. İzah edin hissəsinə vursanız, PDF-dən həmin sualın, yəni harda əks olunduğunu, PDF-də harda qeyd olunduğunu tapacaq və bizə onun izahını göstərəcək ki, yəni kitabda bu yerdə onlar qeyd olunmuşdur. Burada sual saylarını, yəni göstərdik ki, demək 26 dənə sual var idi. Baxın, 4-cü sualdayıq hal-hazırda. Hara qədər istəsəniz şagirdlərlə bunu edə bilərsiniz. Yəni bu şagirdi sual-cavab eləmək, onu çıxardıb lövhədə danışdırmaq yox, məsələn, belə də soruşa bilərsiniz. Yəni bu çox əlverişlidir. Sonra gəldik burada indi elektron təqdimatın təqdimat kartları var. Yəni hansı ki bu şifahi suallardır. Yenə də bunu böyük ekran edirik. Hal-hazırda bizə 79 dənə kart veribdir. Bunu yükləyinə vurmuş olsa da, yəni yüklənəndə də açılmır. Çünki elektron cədvələ verir və orada da açılmır. Ona görə üzərində böyük ekran vururuq, göstərilir. Elektron təqdimatın hazırlanması üçün geniş istifadə olunan proqram hansıdır? Şagird sual cavablandırır, vaxt da verə bilərsiniz. Daha sonra cavabının doğru olub olmaması üçün cavabına baxa vura bilərsiniz. İzah edinə vursanız, yenə də sizi PDF-ə yönləndirəcək. Növbəti suala keçirsiniz və beləliklə burada 79 dənə, yəni kart var. Yenə də burada şagird müəllimin ağzından çıxan sualı bəzən başa düşmür, anlamır. Ona görə də bu daha yaxşıdır ki, yəni elmi sırf PDF-ə uyğun olaraq bütün PDF-in bütün hissələrini nəzərdən keçirdəcək bir hissədir. Yəni şagird həm də beləliklə dərsi təkrarlamış olur. Dərsin başlanğıcında bir növ onun üzərindən hamısı birlikdə keçmiş olur. Sonra elektron təqdimatın yaradılması, bu bizim hansı ki, yəni qısa suallar və cavablardan ibarət struktur hazırlayıbdır. Baxın, yəni sual və cavab dərsi əhatə eləyən və ona aid sonda yenə də bizə dərsin əsas hissələrindən cədvəl təqdim edibdir. Bu da kiçik qeyd üçün əlverişli versiyadır. Gəldik, baxın, slaydımız hazırlanıbdır. 2 dənə obyektimiz qaldı. Video icmalından audio icmal. Slaydı da hazırlayıbdır. Slaydın üzərinə vururuq. Burada hazırladığı slaydların adətən sayı 15-ə qədər olur. Yəni 15-dən az olmur. İndi baxaq görə bizdə nə qədər hazırlayıb. Dərsə burada sadəcə ola bilər ki,
hərf səhvi falan bəzən olur. Azərbaycan dili hərflərində nə isə problemlər olur. Onları yəni redaktə edə bilərsiniz. Baxın bizim yəni birinci slaydımız, daha sonra məsələn ikinci slaydımız, yəni mövzuya uyğun olaraq baxın, yəni orada nələr qeyd olunursa, ona uyğun olaraq bizə izahlar verir. Məncə biz yəni dərsi şagirdə bu formada izah etsək, yəni vizual görüntüləri aktiv edərək izah etsək, ən azı, yəni gedib evdə onu oxumasa da, sinifdə eşitdiyi, yəni burdakı bəzəklər ona maraqlı gələcək. Ən azından sinifdə o, yəni o təhsilə aid olmayan səs-küy olmayacaq. Yəni ən azından öyrənmə adlı səs-küy olacaq. Yəni 11 dənə slayd hazırlayıb bu mövzuya uyğun, mövzunun əhatəsinə uyğun 11 slayd hazırlayıbdı. Slaydı yükləmək mümkündür. Endirinə vurub yükləyə bilərsiniz. Hətta yükləyə vurduqdan sonra slaydı PDF formasında verir bizə. Yenə də onu small PDF-dən PDF to PowerPoint edib, yəni PowerPoint-ə də sala bilərsiniz. Yəni bu cür imkanı da etmək mümkündür. Yəni bu da var. Yəni bir var özümüz hazırlayaq, bir də var hazır var. Əgər bu slayd xoşunuza gəlmədisə, təkrar üzərinə bir də vurursan ki, məsələn, formatı dəyişdirirsən, deyirsən təzədən bir dənəsini də yarat, o artıq başqasını yaratmış olacaq. Onda ona qədər, o yaratdığı prosesə qədər biz video izahına baxaq. Artıq daha doğrusu bu səsdir. Bu səsdir. Burada 10 dəqiqəlıq səsdir hazırlayıbdı. Bəzən bizə valideyn deyir ki, məsələn də uşaq dərsi kitabdan oxumağa səbri yoxdur. Onun üçün də çarə tapıb bunu göndərə bilərsən ki, göndərə bilərsiniz ki, ay yoldaş, yəni dinləsin. Bilmirəm səs sizə gəlir, gəlmir. Hamısını dinləmək, dinlətmək istəmirəm, amma hamısı sırf PDF-in izahına, yəni aid bir strukturdur. Necə istəsəniz, yəni belə deyək də bunu aktivləşdirə bilərsiniz. Yəni həqiqətən də çox yaxşı, faydalı bir şeydir. Burada yenə də biz bunu yükləyə bilərik, yəni audio fayl kimi yükləyə bilərik. Şagird istəsə oxuma sürətini dəyişdirə bilər, yəni mütləq normalla yox, 2x-la da onu dinləyə bilər. Yəni öyrənmə üçün bütün problemlərin aradan qalxdığı bir rejimi, yəni bizə belə deyək də çatdırmış olur. Yəni öyrənmə üçün hər şey aradan qaldırılır. Yəni heç bir bəhanə qalmır. Sonra burada infografiya vermişdim sizinlə. Həmin o yenidən bir infografiya vermişdik. Həmin o infografiyanı da göstərək, əlavə bir infografiya. Baxın, bizə burada ikinci təqdim elədiyi infografiya elə bil ki, daha da parlaqlı bir informasiya oldu. Gəlin bunu da endirək baxaq. Yəni hər dəfə siz onunla növbətini hazırla deyəndə o daha çox, yəni belə deyək də, daha gözəl prosesi bizə canlandırmağa çalışır. Yəni 10-12 yaşlı uşaqlar üçün artıq bu dərsə aid belə bir formatı bizə təqdim eləməyə çalışdı. Yəni siz ondan hər dəfə mən bunu xoşlamadım, yenisini istəyirəm deyəndə o çalışır ki, daha gözəl anlayışlar, yəni bizə diqqətimizə çatdırsın, daha gözəl anlayışları bizə təqdim etsin. Sonra bir dənə qaldı bizim videomuz. Videomuz da artıq hazırdır. Videonu da vuraq. Kimdəsə mikrofonlar açıqdır, xahiş edirəm bağlayın. Deməli, çünki mən bir də Google Meet-ə və sair getməyim. Aha, gəlin videomuza baxaq. Yəni videonu burada göstərir bizim üçün. Yenə bunu da yükləmək mümkündür. Tam ekran edək. Yəni bir irəli çəkib baxaq. Yəni burada hamısını dənə-dənə göstərir.
Siz hansını istəsəniz, yəni ora qədər dinləyə bilərsiniz. İrəli geri çəkmək də mümkündür. Bunu yükləyib yenə də şagirdə göndərə bilərsiniz ki, daha aydın, belə deyək də, görmüş olsun. Bu bizim, yəni sizinlə birlikdə hazırladığımız idi. Bu videonu xoşlamasanız, yenə də tələb eləyə bilərsiniz ki, başqasını hazırla, o başqasını hazırlayacaq. İndi burada məsələn bəzən sual olunur ki, elə bir dənə mi hazırlamaq olur? Xeyr, baxın bax nə qədər istəsəniz, indi bunlar mənim hazırladıqlarımdır. Nə qədər istəsəniz hazırlaya bilərsiniz. Məsələn, burada mən ibtidai sinifdə ikinci sinif hisslər və emosiyalara aid hazırlamışıq. Vurma, bölmə, riyaziyyat var, fizikaya aid var. Yəni hansı fəndən istəsəniz hazırlaya bilərsiniz. Özünüz haqqında da informasiyalar verə bilərsiniz. Məsələn, HTML haqqında burada hazırladığı HTML-in əsasları adlı baxın slayd var. Yəni yenə də demək istədiyim odur ki, yəni insan işini asanlaşdıracaq hər şey var. Əgər istəsəniz təbii ki, PowerPoint-də özünüz hazır öz təqdimatınızı hazırlaya bilərsiniz. Sadəcə bu zaman məsələsi var da ki, vaxtımız gedir, hamı zamandan, yəni ehtiyat eləyir. Bir də qruplarda yazırlar, kimdəsə buna aid slayd varmı, iş vərəqi varmı? Əslində görün, yəni biz öz işimizi özümüz asanlaşdıra bilərik, yəni vəssalam. Yəni bu bizim öz əlimizdədir. Hər şeydə geniş formada da izah eləyir. Bizdən də qəşəng hazırlayır. Gəlin etiraf eləyək ki, buradakı dizayndır, rənglərdir, ikonlardır. Hamısı, yəni insan əməyindən də gözəl formada hazırlanmış olur. Nəyi istəsəniz, yəni hazırlaya bilərsiniz. Mövzuların bir neçəsinə, informasiya təhlükəsizliyinə aid, məsələn, dərslərimdə istifadə elədiyim yəni təqdimatdır, hamısı var burada. Daha çox slaydı göstərirəm ki, ən böyük problem slaydlarda olur. Ona görə daha çox slaydı göstərirəm. Yəni baxın, çox qəşəng hazırlayır. Tam aydın şəkildə əsas hissələr, həm vizual görüntü var, həm tekst var. Anlamamaq kimi bir informasiya olmur. Yəni hər şey gözəl formada edir. Mən çox istifadə edirəm. Həddindən artıq çox istifadə edirəm. Bəzən yəni deyirlər ki, müəllimə öz hazırladığınızı bizə göndərin. Mən onda pis oluram. Niyə pis oluram? Çünki axı bunu biz deyirik ki, belə hazırlayın. Niyə sən özün öz sənədini hazırlamırsan ki? Axı sən bu imkanın var, sən məndən də yaxşı hazırlaya bilərsən. Niyə öz məhsulunu özün hazırlamırsan? Yəni əsas məqsədimiz öz məhsulumuzu özümüz hazırlamaqdır. Əsas işimiz odur. Mənim sizə demək istədiyim bu qədər. Ümid edirəm ki, yəni aydındır. Məsələn, bunu paylaşmışdım. Çox böyük bir soruşulmuşdu, harda hazırlamısınız? Özüm hazırlamamışdım. Notebook elemimlə hazırlanmışdı. Yəni istifadə elədiklərimi də burada göstərdim sizə. Ə, Yəni məncə sizin belə deyək də siz bundan da gözəlini hazırlaya bilərsiniz. Siz daha da yaradıcı belə deyək də hazırlaya bilərsiniz. İndi kimdəsə yəni suallar varsa, mən suallara keçmək istəyərəm. Əgər yəni chat bölməsindən də suallarınızı yaza bilərsiniz və yaxud da səsli formada da verə bilərsiniz. Bildiklərimizdən sizə izahlar verək. Yəni sual axşamınız xeyir. Buyurun, buyurun. Hı hı. Hə, Small PDF-də kəsəndən sonra, yəni bax kəsik hissəsindən sonra bax artıqdır, bura qədər gəlibdir. Download hissə. Aha, Splite-a daxil olursunuz. Bəli. Splite-a daxil olandan sonra bircə dəqiqə Splite-a daxil bəli olandan sonra birinci faylın yüklənməsini istəyirik. Sonra burada Splite hissəsini aktivləşdiririk. Yəni ki, hansı ki faylı kəsəcəyik də onu aktivləşdiririk. Daha sonra burada ekstrakt hissəsi var. Ekstrakt hissəsi seçim üçündür ki, sən hansı hissəli, hansıları kəsəcəksən. Ekstraktı aktivləşdiririk, bizdə seçim işarəsini aktivləşdirir. Hansıları kəsmək istəyirsinizsə onları seçirsiniz və burada separated PDF var, yəni kəsilmiş PDF-ləri birləşdirəcək və burada baxın siz 3 dənəsini
seçmisiniz, avtomatik 3 dənəsini göstərir və özü PDF halına salmış olacaq. Əla, buyurun. Əlavə kimin sualı varsa növbəli şəkildə suallarınızı verə bilərsiniz. Axşamınız xeyir. Ə, Bəli, Gənc İnformatika Müəllimləri Birliyinin rəhbəri Pərvanə xanım, yəni o yükləyəcək. Elə həmin o YouTube səhifəsinə də yükləyəcək. Elə olduğunuz qruplarda da onun linkini paylaşacaq. Yəni təkrar izləmək mümkün olacaq, bəli. Siz sağ olun. Belə, biz Zoom-un mikrofonları açıqdır. Yox, Zoom-un mikrofonları açıq deyil. Aha, Zoom-un mikrofonlarını da açdım. Pərvanə xanımı da eşitmək çox xoş olardı. Bir daha dərindən təşəkkür edirəm. Sağ olun Pərvanə müəllim. Gəlir, gəlir, bəli, biz sizi eşidirik. Çox sağ olun Pərvanə xanım. Təşəkkür edirəm. Pərvanə xanım Google Meet-dən danışırdı deyənə Zoom-dan qoşulanlar eşidə bilmədi. Biz Pərvanə xanım sizə təşəkkür edirik ki, yəni bu görüşün yaranmasının səbəbkarı sizsiniz. Siz sağ olun. Yəni burada böyük təşəkkür həqiqətən sizə düşür ki, müəllimləri yəni bir araya topladınız. Bunu hər şəxs eləmir. Həqiqətən böyük ürək sahibisiz. Allah sizdən razı olsun. Müəllimlər adından da təşəkkür edirəm. Həqiqətən də nə qədər təşəkkürlər aldıq ki, Pərvanə xanım çox sağ olsun ki, yəni belə müəllimləri bir arada toplayır. Yəni yenə deyirəm, bunu hər kəs eləmir. Çox sağ olun, təşəkkür edirəm mən də sizə. Pərvanə xanıma videonu göndərəcəm, paylaşacaq. Biz də onu siz olan qruplarda və yaxud da ki, digər qruplarda paylaşacağıq. Pərvanə xanımın da qeyd elədiyi kimi, bugün təkcə özüm öyrəndim, yox. Öyrəndiklərinizi məktəb yoldaşlarınızla, kurs yoldaşlarınızla, müəllim yoldaşlarınızla, ətrafınızla paylaşın ki, onlar da öz işlərini rahatlaşdırsınlar. Əmin olun ki, sizə nə qədər təşəkkür edəcəklər. Yəni həmin öyrəndiyi an olmasa da, onu tətbiq etdiyi anda sizə nə qədər geri dönüş təşəkkürləri gələcək. Yəni təsəvvür edin ki, kiminsə duasındasınız. Yəni bu çox gözəl bir yəni hissdir. Əgər sual varsa tədrislə bağlı verin. Bəli. Axşamınız xeyir. Çox sağ olun. Buyurun.
Small PDF-i çox istifadə eləyəndə, məsələn 2-3 il istifadə eləyəndən sonra ödənişli versiyaya keçid alır. Yoxsa yəni ödənişsiz çox icazələr verir. Əgər yəni ödəniş tələb eləyir və ödəniş ödəmək istəmirsinizsə, onda başqa elektron poçt açın. Həmin elektron poçt üzərindən, yəni təzə sıfırdan elektron poçt açıb onun üzərindən. Bəlkə də həcmi çox olub, çünki ilk dəfədən ödəniş istəmir. Yəni bəlkə də faylın həcmi çox olubdur. Yəni bir də görsən ki, həcm çox olanda eləmir, amma ilk dəfədən ödəniş istəmir. Yəni mən neçə müddətdir istifadə edirəm, heç bir problem yoxdur. Ödənişsizdir, yəni ödənişli ödəməmişəm. Yəni ödənişsiz mümkündür. Ola bilsin nəyisə yanlış etmisiniz, bəli. Belə, sağollaşırıq sizinlə. Qoşulduğunuz üçün təşəkkür eləyirəm. Yenə də qeyd eləyirəm, rekordu yükləyəcəyik və linkləri sizə göndərəcəyik. Həmin linklərdən təkrar izləyə bilərsiniz. Çox sağ olun qoşulduğunuz üçün təşəkkürlər. Sağ olun, sağ olun.